O, Azərbaycan kinematografiyasında dərin iz qoyan sənətkarlardan biri idi. Söhbət bir cənub şəhərində Babək, Sevinç buxtası, Dərvişin qeydləri, Var olun qızlar kimi filmləri həm bədii, həm fəlsəfi dəyərinə görə bugünün tamaşaçısına çatdıran Eldar Quliyevdən gedir. Kinoya Biri vardı, biri yoxdu adlı qısametrajlı ekran işi ilə gələn sənətkar illər ərzində bu siyahını zənginləşdirərək tamaşaçı sevgisi qazanıb. O 1979-cu ildə Babək filmini çəkir və bu ekran işi peşəkarlıq səviyyəsinə, kütləvi və batal səhnələrin miqyasına görə heç də xaricdə istehsal olunan filmlərdən geri qalmış. Həmin illərdə Babək filmi 52 ölkə tərəfindən satın alınıb. O qədər belə ziyalı insanıdır ki, ona görə də hər bir yubileyə də, bax bu günləri görürəm, bütün sənət adamlarını çoxdan görmədiyim insanları burada görürəm, fərəhlənirəm ki, onlar böyük sənətkarları unutmurlar. Yaxşı deyiblər ki, böyük sənətkarlar yaranır az-az, hər yerdə, hər zaman inci tapılmaz. Eldar Quliyev də belə incilərdən biridir. Dövlət Film Fondunda sənətkarın 85 illik yubileyinə əsr edilən xatirə gecəsi təşkil olundu. Tədbirdə çıxış edənlər Eldar Quliyevin kino sahəsindəki xidmətlərindən, onunla bağlı xatirələrindən, gənc rejissorların yetişməsindəki rolundan bəhs etdilər. Bildirildi ki, Eldar Quliyev sadəcə film çəkmirdi, o düşünürdü, düşündürürdü və hər kadrda milli ruhu əks etdirməyə çalışırdı. Bizim Dövlət Film Fondu bir töhfə kimi ona həsr olunmuş bir tədbir hazırlamışıq. Tədbirdə bizim görkəmli sənətkarlar çıxış eləyəcək. Əfqan Yusifovun Ən Vacib Müsahibə 2 filmi göstəriləcək. Bu film Eldar müəllimin xatirəsinə ithaf olunub. Və təbii ki, biz fotosərgi təşkil edirik. Bizim Dövlət Film Fondunda Eldar müəllimin şəxsi arxiv fondu saxlanılır. Biz o fondu özümüz toplamışıq. Tədbirdə rejissorun həyat və yaradıcılığına həsr olunmuş, Əfqan Yusifovun rejissorluğu ilə ərsəyə gələn Ən Vacib Müsahib 2 filmi nümayiş etdirildi. Bundan başqa sənətkara həsr olunan fotosərgidə ziyarətçilərə təqdim olundu. Eldar Quliyevin sağlığında biz ondan müsahibə götürmüşdük. Başqa bir sənət yoldaşı haqqında müsahibə götürmüşdük. Və həmin müsahibədən efirə getməyən, filmdə işlənməyən materiallar qalmışdı bizdə. Biz Eldar Quliyevə təklif elədik ki, onda Eldar müəllim, sizin haqqınızda sənədli film çəkək. Dedi, hələ lazım deyil, hələ vaxtı deyil. Taliyə belə gətirdi ki, Eldar Quliyev dünyasını dəyişdi. Onda bizim əlimizdə material var idi, yəni Eldar Quliyevin materialı var idi. Ümumiyyətlə bizim silsilə belə bir filmlər hazırlamaq ideyamız var idi. Bu həm də həmin silsilənin növbəti filmi idi. Çəkilən filmlər, deyilən fikirlər bir daha təsdiq edir ki, Eldar Quliyev yaradıcılığı Azərbaycan kinosunun yaddaşında əbədi qalacaq bir sənət salnaməsidir. Xanım Paşazadə, Novruz Kazımov, Seymur Novruzov, Sevgi Əlizadə, Mədəniyyət xəbərləri.